19-cu tapşırıq. Dik ifadələrini sadələşdirin. Baxın, hər birində A var. Demək, bu əmsalları toplayacağım. 5A üzərinə 7,2A çıxılsın 3A. Toplayıram. 5 ilə 7,2-ni topladım. Nə idi? 12,2 çıxılsın 3. Nə eləyir? 9,2A. Bildinizdə 5 ilə 7,2-ni topladıq. 12,2. 3-ünü də çıxdıq. 12-dən 3 çıxanda 9,2A. İkincisinə baxırıq. Deyir ki, 3 qarşıdadır. 2 topla 8,5 çıxılsın 4'ü. Gəlin biz əvvəlcə mötərizəni açaq. 3'ü vururam 2'ye. 6 toplansın. 3'ü vururam. Hər birini vurub açıram. 8,5'e. Vergiden sonra neçə ədəd var? 1 ədəd. 25,5 çıxılsın 4'e. 6'dan 4'e çıxanda nə edir? 2. Üstünə də gəlirəm. Bir dənə tək qaldı. 25,5. Cavabımız 2'ye üstə gəl 25,5. Üçüncüyə baxıram. 25'in üzərinə 4 vurulsun. 3'in çıxılsın 2 var mötərizədə. 25'in öz yerində qalır. 4'ü vururam 3'e. 12'in. 4'ü vururam 2'ye. Çıxılsın 8. 25'indən 12'ni toplayanda 37'in. Çıxılsın 8 alınır. Dördüncüyə baxıram. 12x çıxılsın 5x çıxılsın 4x. Və bunları çıxıram. 12'dən 5 çıxıram 7. 7'dən də 4 çıxıram 3. Nə alanda 3x. Keçirəm 5-ciyə. 7a üstə gəl 8a çıxılsın 3a çıxılsın 2a. 7'nin üstünə 8. 15. 15'dən 3 çıxıram 12. 12'dən də 2 çıxıram 10. 10a. 6-cıya baxıram. 9m 25 çıxılsın 17. 9m'dən 3m'ni çıxıram. Nə edir? 6m. 25'dən də 17'ni çıxıram. Nə edir? 8. Cavabımız bu oldu. 20-ci tapşırığa baxıram. Bu ifadəsini sadələşdirin və yerinə 3,5 qoyaq. Əvvəlcə gəlin sadələşdirək. 8x üstə gəl 5,8 çıxılsın 4x. Gördünüzmü? Bunlar eynidir. Gəlin bunları əvvəlcə hesablayalım. 7'nin üstünə 8. 15. 15'dən də 4 çıxıram 11x. Üzərinə 5,8. X-in qiyməti nədir uşaqlar? 3,5. Gətirib yerinə qoyuram. Vurmadı da. 11'i vururam 3,5 üstünə 5,8 gəlirəm. 35 vurulsun 11. Bilgidən sonra neçə rəqəm var uşaqlar? 1 dənə.
O da oldu ki 38,5. Üzərinə 5,8 gəlirəm. 13 bir yadda. Bu da 13 bir yadda 14 bir yadda. Ne alındı? 44 top 10'da 3 alındı. Cevabımız bu oldu. Bu 20. 21. tapşırığa baxıram. 2x çıxılsın 3,1 bərabərdir 5,7. 2x evin yiyəsi 5,7'dir. Bu mənfi bunun yanına gəlir qonaq. Demək toplayır. 5,7 toplansın 3,1. 2x 8, 8,8 vurmadı. Sağa gələndə bölmə olur. Bu da 4,4. 8,8'i 2'ye bölürük. Olur 4,4. Geçirəm ikincisinə. 3x topla 8 bərabərdir 35,6. 3x bərabərdir. Baxın, evin yiyəsi 35,6'dır. Müsbət bura gələndə nə olur? Mənfi. Demək, 35,6 çıxılsın 8. 6, 15'dən 8 çıxanda 7, bu da 27,6. 27,6 vuruqdur. 2 vuruğun hasili 27,6'dır. Digər vuruğu tapmaq üçün nə edirik? 3'ə bölürük. 27'nin içində 3 9 dəfə, altında 3'ə bölürük 2. Nə oldu? 9,2. İndi keçirəm üçüncüsünə. X bölünsün 2 çıxılsın 5,8 bərabərdir 4,1. X bölünsün 2 mənfidir. Sağa gələndə nə olur? Toplama. Yazıram 4,1 üstünə 5,8 9. Bu da 9. Nə alındı? 9,9. Hansı ədəddir ki 2'ye bölünüb 9,9 eləyib? Demək 9,9'u vuracam 2'yə. 18 bir yadda. O da 18 bir yadda da 19. Geçirəm dördüncüsünə. 36 bölünsün x üzərinə 9,6 bərabərdir 15,6. 36 bölünsün x. Bu toplamadır. Bura gələndə nə olur? Çıxma. 15,6'dan çıxıram 9,6. 6'dan 6 çıxanda sonunda 0 alınır. Vergidən sonra sonun 0 sayılmır. Ona görə 0 yazmağa ehtiyac yoxdur. 15'dən də 9 çıxanda 6. Cevabımız 6. Qoy x yazın. 36'nı nəyə bölsən 6 eləyir? Demək 36 bölünsün 6. Cevabımız 6. 5'inciyə baxıram. 33 üstəgəl 5x bölünsün 7 bərabərdir 8,6. Mürtəzəni həmişə sona saxlayırıq. Bərabərdir. Baxın, bölmə var. Sağa gələndə uşaqlar nə olur? Vurma. Vurursun 7'yə. Bu vurmadır. Bu vergül. Demək, 33 üstəgəl 5x bərabərdir. 8,6'nı 7'yə vuram. 42, 4 yadda, 7, 8, 56, 4 yadda da 60. Nə alındı? 60,2.
5x bərabərdir. 2 toplananın cəmi bu verib. Uşaqlar. İndi nə edirik? Çıxırıq. 60-dan 10-da 2-dən çıxıram 33. 5x bərabərdir. Baxın, çıxıram 33. Burada yazıram. 2, 7, 27,2. Cavabımız nə alındı? 27,2. 2 vurğun hasili 27,2-dir. Demək, bunu tapacaq nə edirik? 27,2-ni böləcəyin 5-ə. 5 dəfə 5-in 25. 22. 22-nin içində 4 dəfə 20. 20-nin içində 5. Yenə 4 dəfə. Nə elədi? 5 tam 100-44. Cavabımız bu alındı. Keçirəm 6-cısına. Altıncıda nə deyir? 4x çıxılsın 1,2 vurulsun 3 bərabərdə 9,6. 4x çıxılsın 1,2 vuruqdur. Bura gəlir. Nə olur uşaqlar? Bölmə. Yəni 9,6-nı böləcəm 3-ə. 4x çıxılsın 1,2 bərabərdir. Nə alınır? 3,2. 4x bərabərdir. 3,2. Bura gələndə nə olur? Toplama. 4x bərabərdir. 4,4. X də bərabərdir. 1,1. 22-yə baxıram. İki ədədin cəmi 37,5-dir. Bu ədədlərdən biri digərinin 3,6 qədər kiçikdir. Bax, 2 ədəddən söhbət gedir. Yəni, birinci və ikinci ədəd. Biri o birindən, biri x olanda digəridən 3,6 qədər kiçik. Yəni, x çıxılsın 3,6. Bildiyinizdə uşaqlar, biri x olanda digəri x çıxılsın 3,6 qədər kiçik. Bu ədədləri tapın. Cəmi deyir. Cəmi nəyə bərabərdir? 37,5-ə bərabərdir. Gəlin toplayalım. X ilə x-i toplayıram. Nə alındı? 2x çıxılsın 3,6 bərabərdir 37,5. 2x bərabərdir 37,5 üstə gəlir 3,6. 2x bərabərdir 37,5-i toplayıram. 3,6. 11 bir yadda, 10, 11 yenə bir yadda. Nə alındı? 41,1. Gəlin bunu bölək. 41,1-i vurmadı da uşaqlar. Bu dəkicəndə bölmə olur. Bölünəm 2-yə. Bölürəm. 4-ün içində 2 dəfə 4. 11, 5 dəfə, 10, yenə 10, bu da 5. Nə alındı? Uşaqlar, 2 dəfə 4, 11, 11-in içində 5. Aha. %55 olmalı. Böyle vururam 2'ye. 10, 11, bir yadda. Aha, 11, bu da 4. Ne alındı? X beraberdi 20 tam %55. Cevabımız 20 tam %55.
Aha, ədədimizi tapdıq uşaqlar. Uşaqlar keçmir. Aha, baxın, nə alındı? X-imiz nə alındı? 20 tam %55. Gətirim yerinə qoyuram. 20 tam %55. Bir də var ki, bundan çıxılması. 20 tam X-imizi 20 tam %55'dir. Çıxırıq 3 tam onda 6-na. 5, 15'dən 6 çıxanda 9, 9'dan 3, 6, 1. 16 tam %95 alındı. Cavabımız biri budur, biri də budur. 2 ədədi ədədləri tapın deyir və hər birini tapdıq. %20 tam %55, biri də nə oldu? 16 tam %95 etdi deyəsən. 23'e keçirək. 2 ədədin fərqi 72,9'dur. Azalan çıxılandan azalan var, çıxılan var və fərq var. Fərqimiz 72,9'dur. Azalan çıxılandan 4 dəfə böyükdür. Azalan çıxılandan 4 dəfə böyük. Deyir, bunların fərqi isə 72,9. Gəlin yazalım. 4'dən 1x çıxanda 3x bərabərdir 72,9. X-dən bərabərdir 72,9'u böləcəm 3'ə. 2 dəfə üçün 6, 12, 4 dəfə, bu da 3. Nə alındı? 24 tam 10'da 3 alındı. Uşaqlar, indi nə deyir? Azalan və çıxılanı tapın. Baxın. X-imiz, azalanımız nə idi? 4 vur idi da. 4'ü vuracam 24,3'ə. 3 də 4'ün 12, 1 yadda, 16, 17, 1 yadda. Bu da nə alındı? 97,2. Bura nə olur? Tək x-dir. Bax, çıxılanın özü nədir? Tək x-dir. Ona görə 24,3 bura yazacağım. Demək 97,2 və 24,3. %24'ə baxırıq. 3 ardıcıl natural ədədin cəmi 246. Uşaqlar, bunun çox sadə yolunu deyirəm. 3 ardıcıl deyəndə bir dənə bu xassəyə 3 ardıcılla aid eləmək olur. 3 dənə deyəndə çox rahatlıqla 246-nı 3'ə bölürsünüz. 82'dir də. 24'ü 3'ə bölür 8, 6'da 3'ə bölünür 2. Demək, ortaya mən 82 yazıram. 3 ardıcıl natural ədədin. Demək, ardıcıl deyir. Nə oldu? Bu cür oldu. Həqiqətən bunları toplayanda verirmi 246? Bəli. Demək, ortaya yazırıq həmin ədədi onun qarşısında və ondan sonra gələn. Əvvəlində və sonrasında. 25'i yazıram. Nə alındı? 81, 82 və 83. 25'ə baxırıq. 3 ardıcıl cüt natural ədədin 80%-i 115,2'dir.
Gəlin əvvəlcə 80% 115,2 faiz qarşıda gələrsə neyinirik? Əvvəlcə bunu onluq kəsrdən adi kəsrə çeviririk. Buna nə deyirik? 115,2 10 aşağı yazıram. Yuxarıda bu ədədləri düzürəm. 1, 1, 5, 2 yuxarıda olur. Deyir ki 80%. 80% qarşıdadırsa 100'ə vurub 80'ə bölürük uşaqlar. Bunun qaydası bu cürdür. Faizə görə ədədin tapılmasında neyinirik? 100'ə vurub 80'ə bölürük. 0'dan 0 gedir, 0'dan 0 gedir. 1152'ni böləcəm 8'ə. Bir dəfə 35'də 32, 32'də 8'ə 4. Nə etdi? 144. İndi gəlin uşaqlar. 3 ardıcıl deyil. Yenə də neyinirik? 144'ü 3 ardıcıl deyəndə 144'ü 3'ə bölürəm. 12, 24, 48. 48 etdi. 3 ardıcıl cüt ədəd. 48 buradadır. Bundan qarşıda və sonunda nə olur? Bura 46 olur. Burada nə olur? 50. Bu ədədlərimiz tapıldı. Nə oldu? 46, 48 və 50. 26-cıya baxıram. 3 ardıcıl tək natural ədədin ədədi ortası 85'ə bərabərdir. 3 ardıcıl tək natural ədədin ədədi ortası. Baxın, 3 dənə ardıcıl tək natural ədəd. Baxın, birinci ədədimiz var. İkinci ədəd var, bilmirik. Üçüncü ədəd var. Və bunlar tək natural ədəddir. Birinci x-dir. Qoyuram birincini x. Digəri ardıcıl tək ədəd deyilsə 2 artır. Tək natural ədədin ədəd ortası ardıcıldır. Ardıcıl deyil, tək natural ədəd, təklər, bəli. İndi mən bunların ədəd ortasını tapıram. Bölürəm. Neçədən ədəd deyilmişdi? 3 dənə ədəd uşaqlar. 1, 2, 3. Ona görə ədəd orta deyəndə ədədləri toplayırıq. Bölürük sayına, bərabər deyirik. Ədəd ortamız nədir? 85. İndi uşaqlar, gəlin sürətləri hesablayalım. 3x topla, 2 ilə də 4'ü toplayalım, 6. Bu bölmədə sağa gələndə nə olur? Vurma. 85'i vururam nəyə? 3'ə. 3x topla 6. 85'i 3'ə vuram. 15'i 3'ə vuranda 15, 1 yadda, 3'ü vururam 8, 24, 1 yadda da 25. Üç x bərabərdir. 255'dən 6'nı çıx. 15'dən 6 çıxanda 9. 249. İndi vuruqdur. 2 vuruğun hasili 249'dur. 3'ə bölürəm. 24, 9'u 3'ə böləndə 3. Nə alındı? X-imizin qiymətini alındı? 83. Demək, birinci ədədimiz nə oldu uşaqlar? Bura 83, 85 və 87. Demək, birinci ədəd 83, ikinci ədəd 85, üçüncü ədəd nə oldu? 87. diye baxıram. Qalıqlı bölmə əməlində bölünənlə bölünənin cəmi 113'dür. Uşaqlar, baxın qalıqlı bölmə. A bölünsün B, tutaq get, natamam qismət və qalıq. Qalıqlı bölmə əməlində bölünənlə bölünən, bölən, natamam qismət, qalıq. Bunun üstünə yazıram bölünən, nən yazıram, bölən,
natamam qismət və qalıq. İndi deyir ki, bölünənlə bölənin cəmi, bölünənlə bölənin cəmi 113-dür. Natamam qismət 8-dir, qalıq 5-dir. Bölünən və böləni tapın. Uşaqlar, məsəl üçün, nə edirəm? Bunu B vurulsun C, üstünə qalıq gələndə bizə A verir, yəni bölünən. İndi gəlin belə eləyək. Bura 8 qoydum, qalıq 5-dir. Hansı ədədlərdir? İndi deyir ki, bölünənlə bölmə, yəni bunun cəmi, bölünənlə bölənin cəmi nədir? 113-dür. 113. Buradan A-nı tapalım uşaqlar. Nəyə bərabər? 113 çıxılsın B-dir mi? Gətirib yerinə qoyacağım burada. A-nın qiyməti nə olur? 113 çıxılsın B. Gəlin yazalım. B vurulsun 8. Yəni 8B yazıram. Üstünə gəlirəm 5. Çünki natamam qisməti nə verib? 8. Ona görə 8B yazdım. 8 vurub B, 8B. Üstünə 5 gəldim. A-nın qiymətini nə tapmışdıq burada? 113 çıxılsın B. Gəldik, yazdıq. İndi mənfi B-dir. Bura gələndə nə olur uşaqlar? Toplam olur. Yazıram 8B toplansın B. İndi bu evin sağ tərəfi yazıram. Evin yiyəsi hansıdır? 113-dür. Bu gəlir bura. Nə olur uşaqlar? Toplamadır. Toplama 5-dir. Bura gəlir çıxma 5. Yazıram 9B 113-dən 8 çıxanda nə eləyir? 108. B də bərabərdir. 108-i 9-a bölürəm. 10-un içində 9 bir dəfə, 18, 18-i də 9-a böləndə 12. Demək, B-miz nə oldu? 12. A-mızı tapıram. 113-dən 12-ni çıxıram. Nə idi? 101. Cavabımız da 101. Həqiqətən uşaqlar, bunları toplayanda 113 verirmi? Bəli, verir. Demək, bölünən, bunun adı nə oldu? A-mız nə idi? Bölünən. Bu yaxşı misal idi. Bu isə bölən. Bu qədər uşaqlar. Cavabımız bunlar.